Bundan əvvəlki videoda mən dedim ki, bu sualla bağlı görək bizim nə izahımız ola bilər. Birinci dəyərli dostlar, bunu etmək üçün biz saat və dəqiqə əqrəbinin dərəcə ilə nə qədər hərəkət etdiyini bilməliyik. Və bilməkdən də əlavə burada belə bir xırda nüans da var. Həmin o xırda nüans nədir? Biri saat olanda, biri dəqiqə olanda bir çevrəcək ki, indi hər kəs bunu yadda saxlayası deyil. Ümumiyyətlə yadda saxlayın. Həm yadda saxlayası deyil, amma yadda saxlamanın yolu budur. O da nədir? Bax bizdə bir çevrə fikirləşin. Bunu sağ tərəfdə istəyirəm. Burada özüm üçün şəffaf formada yazım. Bax bir saat fikirləşin. İmtahanda olarkən necə rahat tapa bilərəm? Bir saat fikirləşirəm dostlar. Bu məndə gördüyünüz hissə. Bayaqki misala deyir ki, saat 13:00-dur. Bax bu dəqiqə əqrəbimdir. Bura mənim 12-dir. Bu da mənim saat əqrəbimdir. Bu da məndə saat 1-dədir. Yəni 13:00. Birincisi istəyirəm dəqiqə əqrəbinin və saat əqrəbinin hərəkət sürətini tap. Dəqiqə əqrəbinin hərəkət sürəti bir çevrə məndə 360 dərəcədir. Dəqiqə əqrəbim 1 saat ərzində, yəni 60 dəqiqə 1 saat ərzində neçə dəqiqə hərəkət edir? 60 dəqiqə. Yəni 60 dəqiqəyə neçə dərəcə getməlidir bu? Tam dövr 360 dərəcədir. Onda 1 dəqiqəm nə qədərdir? 6 dərəcə. Deməli, mən sürəti yazıram. Biz insanların necə ki bir sürəti var, bir dəqiqə ərzində biz nə qədər hərəkət edirik? Məsəl üçün, adam var bir dəqiqədə 80 metr yeriyir. Adam var bir saata 6 kilometr gedir. Bu da dəqiqənin hərəkətidir. Deməli, dəqiqə əqrəbi bir dəqiqədə nə qədər hərəkət edir? 6 dərəcə. Bu onun sürətidir. Bəs müəllim, sadə əqrəbi necə taparım? Dostlar, sadə əqrəbi deyəndə neçə dənə saatın var sənin əqrəbin üzərində? Bu da saat əqrəbi, kiçik əqrəb. 12 dənə. Yəni belə çıxır ki, mən 12 saat ərzində 360 dərəcə hərəkət edirəm. Onda 1 saata nə qədər dərəcə hərəkət edirəm? 30. Yəni 1 saata 30-u mənə də tapıram. Buraya x yazıb çarpazlaşdıra bilərsən. Tapırsan ki, 1 saat bərabərdə 30 dərəcə. Gəlin bunun dəqiqə ilə tapaq ki, 1 dəqiqə nə qədərdir? 1 saatım nə qədərdir dostlar? 60 dəqiqə. Yəni 60 dəqiqə. Neçə dərəcədir? 30. Bəs 1 dəqiqəm nə qədərdir? X. Tapırsan ki, x bərabərdir 0,10. Yəni dəqiqə əqrəbi 1 dəqiqə əqrəbi tam dövr edəndə o 0,5 dərəcə hərəkət edir. Onda verilən misalda saat əqrəbimin hərəkətini tapıram. Neçəymiş 1 dəqiqəyə? Tam olaraq 0,5 dərəcə. Mən bu misal, bax, mən bu dediyim hissələri tam olaraq 3 il, təqribə olaraq 3 il yarım bundan əvvəl xarab saatla bağlı ilk dəfə düsturu yaratdığım zaman onun ispat videosu var burada YouTube'da. 20 dəqiqəlıq. Bax, bu dediklərimi orada istifadə etmişəm. Məsəl üçün, nədir, niyə 0,5? Orada da belə bir söz var, indi istəyirəm onu bir daha təkrarladım. Həqiqətən, bəzən keçmişə qayıtmaq, keçmiş xatirə insana necə də xoş gəlir. Dəqiqə əqrəbi, dostlar, cavan bir oğlandır. Saat əqrəbi isə yaşlı bir adam. Dəqiqə əqrəbi sürətlə gedir. Hər dəfəsində saat əqrəbini keçir, gedir dövr edir. Saat əqrəbini keçir, dövr edir. Yəni, dəqiqə və saat əqrəbi arasında 5,5 dərəcəlik bir fərq var. 5,5 dərəcəlik fərq nədir? Yəni, dəqiqə əqrəbi saat əqrəbinə nəzərən 5,5 dərəcə daha sürətlidir. İndi mən artıq bilirəm də dəqiqə və saat əqrəbi arasındakı dərəcə 5,5 dərəcədir. Onda verilən misalda siz bildiniz ki, saat 0,5, dəqiqə 6 dərəcə. Gəlin qayıdaq misalımıza. İndi misalımızda bizdə deyir ki, saat 13:00 göstərir. 13:00 nə demək dostlar? Saat yəni 1. Dəqiqə və saat əqrəbi arasındakı bucağı tapılma düsturla tapa bilərsiniz. Və yaxud da ki, sadə bir hissəylə. Mən nə edərdim? 13:00 ya bu düsturla taparam, ola bilər 11 dəqiqəm çıxılsın. 60 saat bölünsün 2 modulda. Saat 13-dən yuxarı verilib deyə buna 13:00 nə deməkdir? 1. Apar 1-i qoy burada yerinə, tapacaqsan 30. Və yaxud da ki, yadda saxla.
Hər bir saat özü 30 dərəcə demək. İndi bunu burada sağ tərəfdə sənin üçün bir saat çəkim gözünün qabağında da olsun. Təsəvvür gücün yaransın ki, deməli artıq siz fikir versəz bu misalda. Mənim burada bir dəqiqə əqrəbim var, bir də var saat əqrəbi. 13:00 və saat 1. Deməli saat əqrəbi dəqiqə əqrəbindən hardadır? Öndədir. Neçə dərəcə? 30 dərəcə. Deməli saat əqrəbi məndə 30 dərəcə öndədir. Yəni dəqiqə əqrəbi deməli, hər dəfə dəqiqə əqrəbi nə etməlidir? Saat dəqiqə əqrəbi hərəkətlədikcə saat əqrəbi də ondan qaçır. Burada yazıram, bayaq yazdığım hissəni. 1 dəqiqə əqrəbi 6 dərəcə sürətlə gedir 1 dəqiqəyə. Saat əqrəbi isə 0,5. İndi gör nə yazıb. Deyir bir neçə dəqiqə vaxt keçir, yəni 2-3 dəqiqə vaxt keçdikdən sonra deyir dəqiqə əqrəbi sabit qalır, dəqiqə əqrəbi tərpənmir. Olduğu kimi yerində qalır. Yəni o həmin anı hərəkətə və 2 dəqiqə ərzində deyir o öz sürətini 4 dəfə artıraraq söhbət gedir saat əqrəbindən. Məndə saat əqrəbi sürətini neçə dəfə artırır? 4 dəfə. Dostlar 0,5 yox. Neçə olacaq sürət onda bunun? 0,5-i 4-ə vursam, deməli bu 2 dəqiqə ərzində, yəni 2 dərəcə ilə gedir. Amma neçə dəqiqə gedir həmin sürət? 2 dəqiqə. Yəni 2 vurulsun 2. Deməli saat əqrəbi artıq 34 dərəcə öndədir. Ki dəqiqə əqrəbi neynəsin? Gəlsin ona çatsın. Bu artıq xarab saatda olan dəqiqədə. Bu məndən ən sonda real saatda deyir bunların görüşmə zamanı tapar. Real saatda deyir dəqiqə və xarab saat arasındakı dərəcə bir-birinin üstünə düşər. Artıq bu 2 dəqiqə getdiyinə görə 34'dür dostlar. Məndə də dəqiqə əqrəbim 1 dəqiqəyə neçə saat, neçə dərəcə gedir? 6 dərəcə. 2 dəqiqə artıq bu getdiyinə görə, realda da xarab saatda dəqiqəni dayandırsam da, real saatda hər dəfəsində nə edir? 6 dərəcə, 6 dərəcə hərəkətini davam etdirir. İndi mən 34'ün üstünə gəlməliyəm nəyi? Dəyərli dostlarım. Həmin o 0,5 dəqiqə, yəni bilmirəm axı 0,5 dərəcə. Neçə dəqiqə getməlidir? X dəqiqə ki, bərabər olsun. Bərabərlik. Bərabər nə deməkdir yəni? 6 nəyə? Dəqiqə 6 dərəcə daha doğrusu. Vurulsun X. Vurulsun X. Bu 2 dəqiqə dayansa da real saatda həmin o 2 dəqiqə öz sürətini davam elətdirir. Ha? Dayanmaq söhbəti yoxdur. Yəni 2 dəqiqə ərzində realda dəqiqə əqrəbi neçə dərəcə gedir? Plus 12. Yəni o 2 dəqiqə məndə xarab saatda dayanıb. Realda gedir. 2 üstə gələk 2 vurulsun neçə? 10, 2 vurulsun 6-ya. Yəni hər dəqiqədə 6 dərəcə hərəkət edir. Onda verilən bu hissədə, yox dostlar bunu sizə şey kimi yazıram, amma belə düstur kimi yox da, yəni çıxarış olaraq. Onda verilən hissədə 0,5 keçirin bu tərəfə, 2 vur 6-nı o tərəfə. Burada alınır 5,5x bərabərdir 22 və aldığınız 5,5x nədir? Yəni saat və dəqiqə əqrəbi arasındakı fərq. Həmin o 5,5x-i, bax 22-ni 5,5x-ə bölün. X neçədir? Bərabərdir 4. Yəni dəqiqə əqrəbi, saat əqrəbi 4 dəqiqə də əlavə getsə, bu 2 dəqiqədən əlavə. 4 dəqiqə də əlavə getsə, nə olur? Olur bunun dərəcəsi nə qədər? Bax 34 üstə gələk. Nə? 6 vurulsun, yəni 0,5 vurulsun 4-ə. Bu edir 36. Deməli 36 dərəcə getmə. 4 dəqiqə sonra bunlar nə edir bir-birinə? Bərabərləşir. Onda bu dəqiqə əqrəbi necə taparam? 36-nı bölərəm 6-ya, bərabərdir 6. Bu qəbula düşmüş. Bundan əvvəl izah etdiyimiz o xarab saat məsələsinə oxşasa da düstur olaraq bax çıxarışını verdim. Bu sizin üçün asan bir sual tipi görsənməsin. Həqiqətən misalın özündə bir çətinliyi var. Demək nəyə diqqət elədim? Bayaq dostumuz bundan əvvəl Nurlan belə bir şey dedi. 6 dərəcə, 4 dərəcə. Mən elə bil onu sizə elmi dildə. Bəs loru dil də necədir? Çay müəllim. Loru dili bu nədir? Bura nə yazmısan? 0,5, 4 yazdın, 36-nı böldün 6-ya. Dəyərli dostlarım. İndi gəlin bunu sizdən
daha da sadələşdirək ki, siz daha da rahat başa düşəsiniz. Yəni saat 13:00 oldu dostlar. Dəqiqə qrəb. Mənim bax telefon, mənim hal-hazırda məsələn saatım dayanmış 2 dəqiqəlıq. Və burada başlayıram dəqiqə qrəbini qabağa çəkməyə. Mən bilirəm ki, bunların artıq arasındakı dərəcə 30-dur. Və üstünə də gəlirəm. Bayaq bilirəm ki, saat əqrəbi sürəti 0,5-dir. 0,5-i vurmalıyam 4-ə. Bərabərdir 2. Yəni buna 2 dəqiqəlıq ixtiyar verirəm ki, 2 dərəcə sürətlə getsin. Üstünə gəlirəm 4. Yəni bərabər neçə? 34. Dostlar, 34-ün üstünə nə gəlsəm, mən bilirəm ki, dəqiqə qrəbimin hərəkət sürəti nə qədərdir? Bir dənə fikirləşin. 6 dərəcə deyil, bayaq yazmışdıq ha. 34-ün üstünə nə gəlsəm 6-ya bölünür. Ya məcburam dostlar 2 gəlim, ya məcburam 34-ün üstünə növbəti 8 gəlim. 34-ü onda verilən misalda üstünə 2 gəlsəm, yəni saatla fikirləşdi onu. 0,10-da həmin o 2-ni böl 0,5-ə. Çünki niyə? 1 dəqiqə 0,5 neçə eləyir? 4 dəqiqə. Yəni deməli 4 dəqiqə əlavə getməli ki, bu 36 olsun. Demək onda 36 olsa, dəqiqə qrəbimin hərəkət sürəti nə qədərdir? 6. Həmin 36-nı bölüm 6-ya bərabərdir 6 dərəcə. Bax, bu kimi misallar eləməkdə sizin ən böyük köməkçiniz bax o riyaziyyatdır. İnanıram ki, bu videoda bir çoxlarınız üçün faydalı oldu. Həqiqətən çətin bir misaldır. Mütləq bu misalı etmək üçün bilməli olduğumuz şey isbat olaraq dərəcəni tapmaqdır, dəqiqəni tapmaqdır, digər sual tiplərini tapmaqdır. İnşallah inanıram ki, hər kəs növbəti səfər əgər qəbulda belə bir sual düşsə, o ikinci səfər izah etdiyimiz loru deyil. Yəni nə? 6-ya nə bölünür? Ya 36, ya 38. Dostlar, bəs müəllim birdən bunu 42 götürsəydin, 42 götürsəydin, 8-i böləcəkdin 0,5-ə, alınacaqdı 16. Düzdürmü? 16-nın da üstünə. 16 nə demək dəyərli dostlar? Yəni 16 həmin o hissədə olan dəqiqə. Üstünə gələcəksən o 2-ni. Bərabərdir neçə? Məsəl üçün 13, 18.